Salam əziz müəllimlər. Bir sual, bir cavab seriyası ilə davam edirik. Belə bir sual var şifrələr mövzusundan. Magistr tədris ASər, kombayn yelkən OAEK, kompüter telefon nə olar? Burada şifrələnmə necə gedib? Bu qaydanı ilk öncə tapmalıyıq ki, suala cavab verə bilək. Deməli, diqqət eləsək, yəni burada birinci sözə, asər sözünə, yəni ümumiyyətlə sağ tərəfdə, bərabərin sağ tərəfində olan sözlərə diqqət eləsək, görərik ki, bu sağ tərəfdə olan sözlərin tərkibindəki hərflər sol tərəfdəki sözlərdən götürülüb. Amma necə götürülüb, hansı qayda ilə götürülüb, indi ona baxaq. Baxın, A hərfi, asər sözündəki A hərfi. Harada var? Magistr sözünün ikinci hərfidir. Bax, yazıram 2. Və S hərfi magistr sözünün 5-ci hərfidir. Eləcə də S hərfi tədris sözünün 6-cı hərfidir. İndi lap burada yazıram 6. Sonra Ə hərfi magistr sözündə artıq yoxdur. Ə hərfi tədris sözünün 2-ci hərfidir. R hərfi tədris sözünün 4-cü hərfidir. Həmçinin magistr sözünün 6-cı hərfidir, axırıncı hərfidir. İndi burada qayda necə gedir? Bu axırıncı hərfləri nəzərə almasaq, fikir versək, deməli, asər sözündə nə baş verdi? İlk iki hərf, A və S hərfləri, birinci, yəni sol tərəfdəki sözlərdən birincisinin, yəni magistr sözünün ikinci və 5-ci hərfidir. Yəni birinci sözün ikinci və 5-ci hərfidir. Sonraki iki hərf ikinci sözün ikinci və 4-cü hərfləridir. Fikir verirsiniz. İkinci və 4-cü hərflərdir. R. İndi görək kombayn sözündə də belədir. Kombayn sözündə də deməli O ikinci hərfdir, A 5-ci hərfdir. Yəni birinci sözün ikinci və 5-ci hərfləri O və A-dır. İkinci sözün yuxarıdakı qaydaya əsasən bax, yazıram 2, 5, 2, 4. Yəni birinci sözün ikinci və 5-ci hərfləri, ikinci sözün ikinci və 4-cü hərfləri. İndi burada da 2, 5 ödəndi. Görə ikinci sözün ikinci və 4-cü hərfləridir. 2, 4. Həqiqətən də yelkən sözünün ikinci və 4-cü hərfləri E və K-dır. Bu da oldu 2 və 4. Demək ki, buna uyğun olaraq kompüter və telefon sözündə kodlaşdıracağıq. Kompüter sözünün ikinci və 5-ci hərfləri O və U-dur. Yazıram O, U. Telefon sözünün ikinci və 4-cü hərfləri isə E və E-dir. 2 dənə E. Yazıram E, E. Şifrəmiz olacaq O, U, E, E. Cavab D variantı. Sağ olun.